Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə informatika üzrə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunmuş model sınağın izahını təqdim edəcəm. 10 sualla tanış olacağıq. Gəlin görək burada nələr var, nələr yoxdur. Sizdən xahişim odur ki, izaha keçməzdən öncə videonu bəyənək zəhmət olmasa, dəyərli rəylərimizi yazmağı unutmayaq və ətrafımızla paylaşaq. Bu qədər. Başladıq. Sualı mən kiçildəcəm, məcbur kiçiltməliyəm çünki böyükdür. Hazırda D variantına kimi görürük, amma E variantında çəkib göstərəcəm bir də. Narahat olmayın. Bundan artıq çox kiçiltmək olmur, onda da oxumaq olmur. Yəni nə yazılıbsa adam onu görə bilmir. Bəzən müəllimlər bununla bağlı müəyyən fikirlər bildirir. Müəllim kiçildin, yaxşı görək, amma çox kiçildəndə də hərflər kiçik olur. Bilirəm, YouTube-un özünün böyütmə kimi funksiyası var, amma mən izah edən zaman artıq çətinlik çəkirəm çox kiçildəndə. O baxımdan çox da kiçildə bilmirəm. Amma aşağıdakı variantlarda göstərəcəm. Narahat olmayın. Sualımız belədir. Qələmi götürdük. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzunu izah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstəsəniz Excel və ya Google Sheets-də diaqram qurun. Canva ilə infografika hazırlayın. Təqdimat proqramlarında hər hansı bir təqdimat yaradın. Artıq qeyd olunub mötərizədə və ya məlumatların təqdimatı mövzusunda qısa video çarx hazırlayın. Tapşırığın formasını siz seçin. Əslində biz burada müəllimin əsas məqsədini tapmalıyıq və əsas məqsəd son ifadədə daha geniş şəkildə bizə çatdırılıbdır, daha dəqiq şəkildə çatdırılıb. Belə deyək, tapşırığın formasını siz seçin. Fikir versəz, burada müəllim müxtəlif seçimlər veribdir. Excel-i verib, Google-u veribdir, Canva-nı veribdir. İstəyirsiniz gedin infografika hazırlayın, istəyirsiniz diaqram qurun, istəyirsiniz təqdimat hazırlayın. İstəsəniz qısa video çarx hazırlayın. Yəni müəllim şagirdlərə seçim haqqı verib. Bu çox müsbət bir haldır. Gəlin indi burada müəllimin əsas məqsədini müəyyən edək. Görək əsas məqsəd nədən ibarətdir. A-da deyir ki, müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin, çünki bu informatikanın əsas bacarığıdır. Xeyr, biz bunu deyə bilmərik, çünki yalnız diaqram deyir, amma biz bura baxsaq, görürük ki, təkcə diaqram yox, burada müəllim müxtəlif seçimlər şagirdlərə təqdim edib. A çıxdı sıradan. B-də deyir, müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramlarında texniki biliklərini artırmaq istəyir. Sırf təqdimat deyə bilmirik, çünki müəllim burada təqdimat proqramları ilə yanaşı digər nümunələr də verib şagirdlərə. Sonra müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Əyləncəli və rahat deyəndə, yəni biz tam da burada filan məsələdə müəllim xüsusilə əyləncəyə fokuslanıb deyə bilmirik. Yəni elə bir nümunə tapa bilmirik. Bir də qeyd etdiyimiz kimi müəllim burada müxtəlif seçimlər verib, diferensial bir yanaşma təmin edibdir. A, B, C çıxdı sıradan. Sonra gəldik D ilə E-yə baxırıq. D-də deyir ki, müəllim bu tapşırıqda şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Bununla razılaşa bilərik. Çünki müəllimin burada istifadə etdiyi yanaşma əslində şagird müxtəlifliyinin nəzərə alınmasıdır. Yəni müəllim müəyyən qədər şagird yönümlülük, eyni zamanda diferensial yanaşmaya istinad edibdir. O baxımdan şagirdlərin burada müəllimin məqsədlərindən biri də ola bilər ki, şagirdlərinin öyrənmə xüsusiyyətlərini təyin etmək istəyir, müəyyən etmək istəyir. Mənim şagirdlərim daha yaxşı necə öyrənir və ya hansı şagirdimə hansı üsul daha xoş təsir bağışlayır. Müəllim bunları öyrənə bilər. Yəni bu tipli müxtəlif seçim verməkdə müəllimin məqsədlərindən biri də bu ola bilər. Görək şagirdlərimiz necə öyrənir? Daha çox nəyə üstünlük verirlər? Aydındırmı? O baxımdan D variantı ilə razılaşa bilərik. Elə deyir müəllim təqdimatın formasını şagirdlərin öhdəsinə buraxmaqla öz iş yükünü azaltmaq istəyir. Elə burada saxlayırıq, oxumuruq. Çünki iş yükünü azaltmaq istəyir deyə bir ifadə vardırsa, biz bunu necə doğru götürə bilərik? Olmaz. Doğru cavab variantı D. D ilə razılaşırıq. Gəlin keçək B variantına. B nə idi? 52-ci suala. 52-ci sualda əslində çox da şərt oxumağa ehtiyac qalmır. Deyərsiniz müəllim niyə? Çünki burada situasiya bəlli məsələ, onu oxuyacam. Deyir, aşağıdakı problemi proqramlaşdıraraq həll edin. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatları və s. və s. bir xeyli yazıb burada.
Mən artıq oraya yazı məsələlərinə çox daxil olmayacağam. Bir xeyli ifadə yazıb burada, elə deyilmi? Burada yekunlaşdı. Əslində bu hissə bizim üçün həlledici rola sahib deyil. Aydındırmı? Həlledici rola sahib deyil. Burada nə yazıb, nə yazılmayıb. Çünki bu ixtisaslara görə dəyişə bilər. Həlledici olan məsələ məhz buradır. Düsturun verilməsi və bir problemin həlli üçün, bir məsələnin həlli üçün əgər düstur verilibsə, hazır şəkildə düstur verilibsə, bu olacaq anlamaq mərhələsi. Cavab olacaq C variantı. Bilirsiniz, artıq xüsusilə keçən ildən belə bir dəyişiklik oldu. Əgər ki, düstur hazır verilərsə şagirdlərə, yəni sən iki nöqtə arasında olan məsafəni necə hesablamalısan, hansı formada tapmalısan və ya verilən situasiyada məsələni necə həll etməlisən, fərqi yoxdur. Əgər düstur verilibsə hazır şəkildə, biz buna anlamaq deyirik. Dəyişikliyə əsasən bu belədir. Düstur hazır olanda anlamaq mərhələsi. Unutmayaq bunu. O baxımdan dedim, yəni burada yazılan əslində o qədər də bizim üçün önəmli olmur. Burada istənilən bir situasiya qura bilərlər. Sonda düstur veriblərsə bu bizə kifayətdir. Düstur vardısa anlamaq mərhələsi. Gəlin keçək 53-cü suala. 53-də deyir ki, aşağıdakı fikirlərdən hansı yanlışdır? Hansı yanlışdır? Yanlış olanı istəyir bizdən. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və ona vaxtında dəstək göstərməyə yönəlmişdir. Bəli, formativ qiymətləndirmə şagird fəaliyyətini izləyəndir. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas vasitədir. Tamamilə doğrudur. Refleksiya bilirsiniz, öyrənənlərin möhkəmləndirilməsi prosesidir və şagird bu zaman öz fəaliyyətini nəzərdən keçirir, analiz edir. C-də deyir ki, məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Baxın, deyir ki, məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv olur. Bəs dərsin digər hissələri, yəni dərsin əvvəl mərhələlər ki var, motivasiyanı qururuq, sonra biz tədqiqat sualımızı ortaya qoyuruq, prosesi keçid edirik. Onda bu hallarda, yəni dərsin bu hissələri artıq o qədər də effektiv olmur. Yəni C variantından biz bunu başa düşürük ki, dərsin yalnız sonunda təşkil etdiyimiz fəaliyyətlər effektiv olur. Amma biz dərsin əvvəlində öyrənmə fəaliyyətlərindən istifadə ediriksə, bu effektiv deyil. Bu anlama gəlir. Olmaz təbii ki. Doğru deyil bu. Yanlışdır. Məqsədli fəaliyyət onsuz da biz işimizi məqsədli görürük. Elə deyilmi? Dərsin məqsədini təyin edirik, məqsədə uyğun fəaliyyətlər seçirik, məqsədə uyğun qiymətləndirmə meyarları seçirik, təyin edirik. Hamısı onsuz məqsədli şəkildə aparılır da bütün proses belə olur. Bizim elə öz həyatımız da bir məqsəd üzərində qurulub. Siz niyə görə bu videonu izləyirsiniz? Məqsədiniz var. İmtahana gedib yüksək nəticə əldə etmək. İnşallah ki, hər birinizə nəsib olar həm miqlərə, həm də sertifikasiya. Elə deyilmi? Yəni məqsədli fəaliyyət bizim onsuz da özümüzün həyatımıza da inteqrasiya etsək var. Təkcə təlim prosesi ilə əlaqəli deyil, həyatımızda da məqsədlidir hər işimiz. Məqsədsiz kör-körənə addım atmırıq ki, elə deyilmi? C variantı yanlışdır. D-də deyir, əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərdə həm akademik, həm də sosial bacarıqları inkişaf etdirir. Tamamilə doğrudur. E-də deyir, D-də verilən ifadə doğru ifadə deyə götürmür. Ya bizdən yanlış istəyir. E-də deyir ki, fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratması nəzərdə tutulur. Bu da doğru fikirdir. Yanlış olan C variantı. Gəlin keçək 54-cü suala. Aha, bu sualda böyüdü yenə. Müəllimlər, bunu da belə saxlayacağam, amma aşağıda çəkəcəm ki, aşağıda olanları da görə biləsiniz. Deyir ki, bir dəfə çəkin belə. Aha. Siz özünüz saxlayıb variantları oxuya bilərsiniz. Ümumiyyətlə, bəzən müəllimlərdə belə bir hal olur ki, müəllim çəkirsə aşağı görmürük. Bu videodur da, videonu belə saxlayırıq, toxunuruq. Ortadan toxunuruq, saxlayırıq. Birinci situasiyanın əvvəlini oxuyuruq, sonra da variantlarını oxuyuruq. Bu şəkildə də edə bilərsiniz. Hə, o kiçiltmə problemimiz bir dənə var bizim. O da mən hərfi kiçik edə bilərəm ha, şriftləri. Dediyim kimi onu da oxumaq olmur. Bir mənası qalmır artıq. Hə, alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar.
Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Baxın, ən effektiv yanaşma hansı? Sizə demişəm, son dönəmlərin sual tiplərində ən daha ədatları çox qarşınıza çıxacaq və ya çıxa bilir. Görürsünüz də. Ən effektiv, ən səmərəli, daha effektiv, daha faydalı. Diqqətli olaq bu zaman. Bu o deməkdir ki, siz bir sualın iki doğru variantını görə bilərsiniz. Sualdır, orada iki doğru variant var. Baxırsan ki, bu da uyğun gələ bilər, bu da uyğun gələ bilər. Amma situasiyanın şərtində ən effektiv deyirsə, sən onun ən uyğun olanını, yəni ən dolğun cavabı seçəcəksən ki, cavab budur. Bu da son 2 ildə bizim müşahidələrimizin nəticəsidir ki, bəzən elə suallar ola bilir, siz o zaman net cavabı, yəni daha uyğun olanı götürəcəksiniz. Hə, gəlin baxaq indi. Qruplardan biri işləmir, sakit dayanıb, biz necə edə bilərik ki, onlar özləri düşünərək problemi həll etsinlər. Onların özlərini düşünməyə sövq etməliyik. Bu ifadə bizim üçün açar ifadədir, diqqətli olaq. A-da deyir, onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönəldirsiniz. Bu, onların müstəqil işləmə bacarığını artırar və dərs planına uyğun irəliləməyə şərait yaradır. Fikir verin, diqqətlə oxumalarını tapşırırsınız. Axı bu düşünməyə sövq etmir şagirdi. Biz elə bir yanaşma etməliyik ki, onlar artıq düşünsünlər, problem üzərində düşünsünlər. Yəni yönəltici suallar verə bilərik, hər hansı bir ipucu verə bilərik ki, şagirdi orada düşünməyə sövq edək. Müəllim deyir, oturun oxuyun. Təkrar nə oldu? Elə onsuz da oxumuşdular da onu. Deyir, yenidən oxuyun. Yəni yenidən oxuyun demək həll yolu deyil. Çıxdı. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz ki, başlaya bilsinlər və geridə qalmasınlar. Bir neçə addımı izah edirsiniz deyir. Fikir verirsinizmi? Bu da effektiv yol deyil, bizdən ən effektiv yolu istəyir. Şagirdlərə yönləndirici suallar verirsiniz, cavablarını diqqətlə dinləyir və ehtiyac varsa kömək göstərirsiniz. Baxın, ən doğru cavab budur. Ümumiyyətlə, təkcə bu situasiyada yox, mən bunu hər zaman deyirəm müəllimlərə. Əgər bir qrup işində şagirdlərin çalışmadığını və ya müəyyən çətinlik çəkdiyini görürüksə, yaxınlaşıb yönləndirici suallar vermək daha məqsədə uyğundur. Yoxsa gəl sənə bunu izah edeyim, otur kitabı təkrar oxu və ya nə bilim verilən tapşırığı təkrar oxu. Bu mənasızdır. Yəni bu ən effektiv yol ola bilməz. C variantı effektiv yol sayılır. Amma biraz əvvəl dediklərim xeyr. D-də deyir başqa qrupdan güclü şagirdi göndərirsiniz. Doğru deyil. Bütün sinifin fəaliyyətini dayandırırsınız. Niyə dayandıraq? Digərlərinin fəaliyyətini niyə dayandıraq biz? Olmaz. C variantı oldu. Gəlin keçək 55-ci suala. Aha, qələmimizi götürdük. Müəllim şagirdə sualla müraciət edir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsan? Şagirdin hansı cavabı onun güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. Aha, çox az danışır, öz fikrini ifadə etməkdə çətinlik çəkir uşaq. Hə. Komanda lideri bunu necə həll edə bilər, necə aradan qaldıra bilər? A-da deyir ki, şagird belə bir ifadə işlədir. Onun yerinə mən danışar, vaxt itkisinə yol verməzdim. Hə. Problem həllidir ki, bu. Onun yerinə mən danışıram. Bizim bu balamız fikirlərini ifadə etməkdə çətinlik çəkir. Mən onun problemini həll etməliyəm. Bu problem həlli deyil ki, mən danışıram, o yenə də qalacaq öz problemləri ilə baş-başa. Hə, yəni diqqətli olaq çalışaq sualın cavabında. Şagird, ona təqdimatdan əvvəl hazır cavablar verərdim ki, sadəcə əzbərləsin. Nə gözəl, olmaz təbii ki. Ona söz haqqı verər, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Görün nə yazılıb burada? Öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. C variantına nə deyir? Ona söz haqqı verərdim, fikrini rahat ifadə etməsi üçün şərait yaradardım. Cavab C variantı. Həmişə götürdüyümüz variantı situasiya ilə uzlaşdıraq, uyğunlaşdıraq. Görək düz gəlirmi, yoxsa yox. Bizim şagirdimiz fikrini ifadə etməkdə çətinlik çəkir və mən ona söz haqqı verməliyəm və fikrini rahat ifadə etməsi üçün şərait yaratmalıyam. Ən doğru cavab budur. D-də deyir, digər komanda üzvünə tapşırardım, olmaz.
E-də deyir, sadəcə dinləyici kimi qalmağı təklif edərdim. Bu həll yolu deyil. Bizə həll yolu lazımdır. C variantı. Hər bir varianta toxunuram ki, kiməsə qaranlıq qalmasın suallar. 56-cı sual. Siz 6-cı sinif olaraq bir informatika gün tədbiri keçirməyə qərarına gəlmisiniz. Tədbir üçün 150 manat büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Burada artıq bəlli məsələ informatika günü, söhbət informatikadan gedir və informatika gününə uyğun tədbir keçirəcəyik, amma bu qərara gəlmişik ha, yəni tədbir keçirilməyib, bu hazırda tətbiq olunmayıbdır. Sadəcə bu qərara gəlinibdir və biz tədbir üçün 150 manatı necə istifadə etməliyik, o xərcləri hesablayırıq. Bəlli məsələ, burada hesablama işi var deyə riyazi bacarıqlar dövrəyə daxil olacaq. İnformatika da var deyə, informatika bir tərəfdən, riyazi bacarıqlar hesablama zamanı mənə lazım olacaq, ədədlər, əməllər. Riyaziyyat və informatikanın əlaqəsini görəcəyik biz. Bu da fənlərarası inteqrasiya deməkdir. Yalnız fənlərarası. Amma fənn üstü burada görünmür, bəlli məsələ. Yəni, onun həyatda reallaşması yoxdur. Belə bir qərara gəlmişik, hələ o qərar üçün, o plan üçün hesab işi aparırıq. Yalnız fənlərarası. Gəlin keçək 57-ci sualımıza, kiçildək bunu. Aha, qədəmi götürdük. Siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır, özlərini bunu bacarmıram və ya mənim üçün çətindir kimi ifadələrlə məhdudlaşdırırlar. Siz bu vəziyyəti dəyişdirmək, şagirdlərin özünə inamını və daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyalardan hansının tətbiqi bu situasiyada ən məqsədə uyğun sayılır? Fikir verin, yenə deyir, ən məqsədə uyğundur. Son illərin sual tipi. Şagirdlər mən bacarmaram, mənim üçün çətindir, yəni qapalı düşüncə tərzindədir və bu vəziyyəti dəyişmək istəyirik, nə edə bilərik? A-da deyir, şagirdlərə motivasiya edici videolar izləməyə tapşırmaq olar, bu onların ruh yüksəliyini təmin edə bilər. Motivasiya edici videoların müəyyən qədər təsiri var, amma ən məqsədə uyğun yoldumu bu? Hazırda xeyr. Gəlin B ilə baxaq, B variantına nəzər yetirək. Şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlatmaq, özlərinin uğur qazandığı halı xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə və özlərini güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönəltmək lazımdır. Baxın, bu uğurlu bir seçimdir, bu doğru bir seçimdir. A variantı ilə B olmasaydı razılaşmaq olardı. Amma ən məqsədə uyğun deyirsə, təbii ki, B ən məqsədə uyğundur. Müəllim, niyə ən məqsədə uyğundur? Çünki burada şagirdin, əgər A variantı seçsək, A variantında şagird hər hansı videonu izləyəcək və videonun həyatı deyil. Hər hansı bir videoda müəyyən qədər təsirlənə bilər, motivasiya ala bilər. Amma onu, yəni şagirdi öz uğurlarına yönəltsək və uğur qazandıqları zamanda hansı hissləri keçiriblər, onu xatırlatsaq, onların özgüvəni təkrar bərpa olacaq və təkrar özlərini daha güclü hesab edəcəklər, çalışmağa motivasiya olacaqlar, həvəslənəcəklər. O baxımdan B daha doğrudur, yəni şagirdin öz üzərindən irəli getmək. Şagirdin öz uğurundan istifadə etmək. Bu önəmlidir. Cavab B variantı. Bu da belə. C-də deyir, ən yaxşı nəticə göstərən şagirdlərin adlarını hər dərs elan etmək. Ən yaxşı nəticə göstərən şagirdlərin adlarını hər dərs elan etmək qətiyyən motive edici bir yanaşma deyil. Heç bunu məqsədə uyğun götürmək də olmaz. Amma A-nı məqsədə uyğun götürmək olardı. Sadəcə bizdən ən doğrunu istəyir. O da B variantı. Səbəbini də açıqladım sizlər üçün. Bu suallarda diqqətli olaq. Son illərin sual tipidir. Dərs zamanı daha çox frontal suallarla iş aparmaq və cavab verən şagirdlərə tərifləməklə öyrənməni təşviq etmək doğru deyil. Ümumiyyətlə, frontal anlamına toxunum. Frontal anlamı tibbdə daha çox istifadə olunan bir anlayışdır. Tibbdə bu, beynin əsasən ön, qabıq, ön hissəsi, ön tərəfi nəzərdə tutur. Bunun anlam, termin olaraq mənası budur. Amma biz bunu təbii ki, müxtəlif mənalarda işlədə bilirik. Yəni, yerinə görə dəyişə bilir. Və biz bunu təlim prosesində daha çox ümumi, bütün sinif anlamında istifadə edirik. Yəni, frontal sual əslində bütün sinifə yönəlik sual anlamına gəlir. Buna da bir aydınlıq gətirmək istədim ki, sonra kiminsə beynində bu qaranlıq qalmasın. Yəni, frontal özü bir termindir. Əsasən tibbdə istifadə olunan termindir, amma təlim prosesinə inteqrasiya etsək, məna etibarilə biraz dəyişir və
ümumi bütün sinif anlamına gələ bilir. Ha, o baxımdan bu da çıxdı və burada tərifləyək, ondan sonra yaxşı cavab verənləri önə çəkək doğru deyil. E-də deyir ki, valideynlərə şagirdin zəif sahələrini vurğulayan hesabat göndərmək lazımdır. Bu da doğru deyil. Özü deyir zəif sahələrini vurğulayan hesabat göndərmək. Əlbəttə doğru deyil. Cavab B variantı. Doğru cavab B variantı. Baxın, hər variantı yenə sizlər üçün analiz etdik ki, sonra müəllim bu qaldı deməyək. 58. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin. Kompüterdir, printerdir, masasıdır, stuludur. Onların qiymətlərini araşdırın və məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Tapşırıq Bloom İndiraj taksonomiyasının hansı mərhələsinə uyğundur? Biz situasiyaya fikir versək, şagirdlər burada qiymətləri öyrənməli və ona uyğun alqı-satqı planı hazırlamalıdır. Yəni burada mütləq şəkildə hesablama işi baş tutacaq. Şagirdlər riyazi bacarıqlarını icra edəcəklər real situasiyada. Bu da təbii ki, tətbiq etmə mərhələsi sayılır. Cavab B variantı, B. Bir də bir məsələyə toxunacağam burada. Onların qiymətlərini araşdırın. Bu bəzən müəllimləri çaşdırır və gedib təhlil götürür müəllimlər. Hə, burada araşdırmaq var və burada cavab olacaq təhlil. Amma diqqətlə yanaşmaq lazımdır. Mən bunu həmişə deyirəm. Bu araşdırma işi yuxarı təfəkkürə uyğundurmu, yoxsa yox? Bilirsiniz, təhlil yuxarı təfəkkür səviyyəsinə uyğun olan bir mərhələdir və biz bir cavabı təhlil götürmək üçün situasiyaya nəzər yetirməliyik. Orada yuxarı təfəkkürü nəsə varmı, yoxsa yox? Burada deyir, kompüterin, printerin, masanın, stolun qiymətlərini araşdırmaq. Bu, yuxarı təfəkkür sayılır, aşağı təfəkkürdür. Adi bir dənə platformaya daxil olub onları öyrənə bilərəm mən. Burada yuxarı təfəkkürü heç nə yoxdur. Yəni gedib bunu təhlil götürməyək. Yaxşımı? Cavabları bəlli tətbiq etmək. Öyrəndiyimiz, sahib olduğumuz riyazi bacarıqları situasiyada icra edirik. Gəldik 59-cu suala. 59-da deyir ki, şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problemlər yaşayır və bu onun dərslərə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranmalısınız? Ağlayırdı. Deyir ki, məndə alınmır, ailə problemlərimiz var, nə bilim, öyrənə bilmirəm demir. Sadəcə deyir, diqqətim yayınır. Hə, uşağı şərləməyək boş yerə, diqqətin yayındığını deyir. Müəllim nə edə bilər, hansı rəftarı göstərə bilər? Hamının problemi olur. Sən də dərsə fokuslanmağa çalış. Bura məktəbdir. Emosiyalarını evdə saxla. Nə gözəl yanaşıb müəllim. Olmaz təbii ki. Müəllim, əgər bu qədər təsirlənirsənsə, daha yaxşı olar ki, evdə qalasan. Olmaz təbii ki. Müəllimin dediyi növbəti fikir. Şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək və ehtiyac varsa məktəb psixoloquna yönləndirmək məqsədə uyğundur. Bəli, doğru cavabdır. Emosiyalarını ifadə etməyə şərait yaratmalıyıq. İndi bizlə bölüşmək istəyir. Ehtiyac yaranarsa, əgər bu vacib, zəruridirsə, məktəb psixoloquna da yönləndirə bilərik. Sonra deyir, başqa şagirdlərin nümunə olması üçün ona dərsə davam etməyi tapşırın. Olmaz təbii ki. Yəni, bu həll yol deyil axı. Sonra onu dərsdən çıxardın və evə göndərin. Olmaz. C variantı. Onsuz fikir verdinizsə nə qədər məntiqə sığmırdı o cavablar. Gəldik 60-cı və sonuncu sualımıza. Görək, nə var burada, nə yoxdur. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq məqsədə uyğundur? Daha məqsədə uyğundur. Diqqətli oluruq. Deməli, iki şagird arasında sosial mediada problem var. Yəni onlar sosial mediada artıq mübahisə yaşayıblar və bu məktəbdə də baş verir, davam edir. Digər şagirdlərə də mənfi təsir göstərir. Biz nə edə bilərik? Hansı addımımız daha uyğundur? Və həmişə mən müəllimlərə bunu deyirəm. Baxın, situasiyanı bir dəfə oxuyan kimi cavablara getməyək. İkinci dəfə də analiz edin. Situasiya sizdən nə istəyir? A-da deyir, mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinə rəsmi xəbərdarlıq məktubu göndər. Doğru yanaşma deyil. Bu necə məqsədə uyğun olsun? Hə, cəzalandırmaq üçün rəsmi xəbərdarlıq göndər. Nə ehtiyac var? Yəni bunu mən özüm həll edə bilmirəm ki, o qədər bacarıqlarım zəifdir.
bilirsiniz ki, bu peşkar yanaşma deyil. Bunun peşkar formasını mən izah eləmişəm. Peşkar yanaşmada müəllim təbii ki, belə problemi çalışmalıdır ki, şagirdlərlə fərdi söhbət edərək özü həll etsin. Yəni həmin an bunu rəhbərliyə bildirim, direktor müavininə bildirim, valideynlərə tez xəbər salım, gərək yoxdur. Belə deyir, sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək məsələyə müdaxilə etməməyi seçir. Xeyr, məsələ məktəbə gəlib artıq. Məktəbdə davam edir. Necə müdaxilə etməyə bilərəm? C-də deyir, hər iki şagirdlə fərdi sonra sonra birgə görüşlər keçirir, onların baxışlarını dinləyir, qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək verir. Ən gözəl cavabdır bu. Fərdi söhbət keçiririk, fərdi söhbət aparırıq, qarşılıqlı anlayış, empatiya qurmağa çalışırıq. Empatiya da bilirsiniz də, bir insanın digər insanın başa düşməsi, onun əhval-ruhiyyəsini anlaması, onun yerinə özünü qoyması bu empatiyadır və çox gözəl hissdir. Belə mübahisə halında təbii ki, biz empatiya aşılamalıyıq. Fərdi söhbət, fərdi görüşlər təyin etməliyik. Cavab C variantı. D-də deyir, gizli saxlamağı tapşıraraq. Qətiyyən olmaz. E-də deyir, ailələri çağıraraq, ailələrinə deyərik. Bu da olmaz. Doğru cavab deyil. Bir dənə cavab qalır, C variantı. Fərdi yanaşma ən gözəl yanaşmadır problemin həllində. Belə əziz müəllimlər, izahın sonuna gəlib çatdıq. İnşallah növbəti izahlarda görüşmək ümidi ilə. Sağ olun, özünüzdən müğayət olun. Allah amanında.